Başqa vəzifə yolunda olan Elnur Rızayev isə özünə Qasım Muradov kimi düşmən qazanmaq istəmir. Xaçmaz Xudat yolunun Mürşidoba kəndi ərazisinə düşən nahiyəsində, Alpan çay sahilində, meşə fondu torpağında ağacların məhv edilməsi ilə müşayiət olunan böyük istirahət mərkəzi salınır. Hələ bir müddət əvvəl həmin inşa işi qanunsuz olduğu üçün dayandırılmışdı. O vaxt xəbər sızmışdı ki, obyekti Iceberg Pivə İstişalı müəssisəsinin təsisçisi Qasım Muradov Xaçmaz rayon icra hakimiyyətinin başçısının müavini Bəxtiyar müəllimlə şərikli inşa etdirirlər. Hazırda davam etdirilən bu qanunsuz inşa işlərinə 5 sayılı regionun meşə təsərrüfatı mərkəzinin rəisi Elvin Baxşovun münasibətini öyrənmək məqsədi ilə onunla telefon əlaqəsi saxladıq. O bildirdi ki, Nazirliyin göstərişi var. ETS-nin yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Ramiq Əşrəfov da nəzarətsizliyə görə məsuliyyəti hər vəclə boynundan atmağa çalışır. Deyir ki, ola bilsin ərazi meşə fonduna aid deyil. Biz o sahibkarı dəvət etmişik ki, gəlib bir yerdə baxış keçirək. Amma o gəlmir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2026-cı il tarixli sərəncamı ilə Rəşad İsmailov Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri vəzifəsinə təyin edilmişdir. Onun sələfi, sabiq nazir Muxtar Babayevin ETS-nə rəhbərlik etdiyi dönəmdə də negativ hallar müşahidə olunsa da, meşə ərazilərinin böyük miqyaslarla zəbt edilməsinə yol verilmir. Hətta yüksək mənsəbli məmurlara belə bu məsələlərdə xüsusi imtiyaz tanınmırdı. Hətta yadda qalıb ki, 2021-ci ildə Milli Məclisin deputatı Eldəniz Səlimovun atası Adil Səlimov Xaçmazın Fərzəli Oba kəndində ağacları qırdırdığına